adətən intihar hadisələrində insanın Allahdan uzaq düşməsi, qəlbinin aram olmaması səbəb olur. Həqiqi huzur qəlbin Allahla danışdığı zaman baş verir. Yəni, əgər sən qəlbin Allahla danışarsa, sükut halında Allahı yad edərsənsə, dilin zikr edərsə, dilin Allahı zikr eləyəndə ürəyində bir titrəyiş baş verərsə, o zaman sən qəlbən Allaha yaxın olursan. İnsan bəzən elə yorulur ki, nə danışmaq, nə izah etmək istəyir. Yəqin ki, bəlkə də aramızda bu situasiyada olan insanlar olur. Və yaxud da ki, çevrəmizdə olanlar. Görürsən, adam narahatdır. İstəyirsən narahatlığının səbəbini biləsən. Deyir, nə danışmaq istəmirəm, məni danışdırma, insanlardan qaçır. Psixoloji belə deyək də, narahatlıq olanda artıq orada özünə qapanma, cəmiyyətdən uzaqlaşma. Sadəcə belə olan anda, əgər sən doğrudan da qəlbən bir dəfə elə Allah, Ya Rəbbəl Aləmin, ilahi demiş olsan və yaxud da ki, Allahın əzəmət və qüdrətini dərk etmiş olsan, sən o düşdüyün vəziyyətdən özün özüyə yardımcı olacaqsan və özün özü oradan çıxarmağa kömək olacaqsan. Çünki Allahsız qəlb, bilirsiniz nəyə bənzəyir, möhtərəm cəmaatımız? İşıqsız bir otağa. Sən otağa hər bəzək vurmusan, amma işığı yoxdur, qaranlıqdır. Otaqda hər nə var, heç nə görünməyəcək. Hər şey varkən yox kimi nəzərə çarpacaq.